Deməli burada maqnezium yanır, əmələ gəlir maqnezium oksid, sonra maqnezium karbonat parçalanır, əmələ gəlir maqnezium oksid. Eyni moldular. Bu burada gəlib çıxır, eyni mol. Və əvvəl 24A maqnezium, 84A maqnezium karbonat, sonunda isə deməli 40A, 40A, 80A və 7 qram burada azalma olur. Yəni bu demək ki, bu bundan 7 qram çoxdur. 24 üstə gəl, 84 çıxılsın 80 eləyir. Deməli 28A bərabərdir 7, A da bərabərdir 7 bölünsün 28 eləyir 0,25. Vəssalam 0,25 24-ə vuranda eləyir 6, 0,25-i 84-ə vuranda eləyir 0,25 vur 84 eləyir 21. Ümumən ilkin qarışıq 27 qram olub.